Ukraynada heç bir atəşkəs olmayacaq, çünki Kreml bunda maraqlı deyil və hələ də Kiyevin təslim olmasını tələb edir. Belə bir ideya ilə çıxış edən Politico nəşri yazır ki, Rusiya nümayəndə heyətinin İstanbulda İsveçlə olan müharibəsini yada salması Şərqi Avropada 10 illiklərlə sürəcək bir mübarizənin mesajıdır. Paralelində isə Birləşmiş Ştatlar prezidenti Donald Trump bildirib ki, danışıqlardan çəkilə bilər. Bu isə müharibənin davam etməsi mənasına gəlir. Çünki Avropa İttifaqı ölkələri və Rusiya arasında dərin uçurumlar yaranır. Bəs belə olan halda müharibə nə qədər davam edə bilər? Əsas sual budur, biz də bu sualı araşdırmışıq. Amerika Birləşmiş Ştatları prezidenti Rusiyanı sülhə məcbur etmək üçün sanksiyalar tətbiq etmək istəyi göstərmir. Politico nəşrinin iddiasına görə bu Ukraynada sülhün qarşısını alır. Kreml də atəşkəsdə maraqlı deyil və hələ də Kiyevin təslim olmasını tələb edir. Üstəlik Rusiya nümayəndə heyətinin İstanbulda məhz 1700-1721-ci illərdə İsveçlə olan müharibəni yada salması təsadüfi deyil. Bu Ukraynaya 10 illiklərlə sürəcək bir mübarizə ilə hədə-qorxu gəlmək idi. Əslində Putinin hərbi siyasi tərzi və Ağ Evə Trumpın rəhbərlik etməsi nəzərə alındıqda sözü gedən iddia heç də əsassız deyil. Belə ki, Çeçenistan, Gürcüstan və Krım münaqişələri Kreml rəhbərinin istədiyini əldə etmədən müharibəni dayandırmadığının sübutudur. Dünənə qədər Biden administrasiyası Moskvaya sanksiyalarla təzyiq göstərirdisə, hazırda Trump iqtisadi sahədə də Putinlə razılığa gəlməyə hazırlaşır. Düşünürəm ki, əslində Putin müharibəni bitirməyə həvəsli deyil, çünki Putin strateji uzatmaları oynayır. Putin düşünür ki, əgər o maksimum şəkildə müharibəni uzada bilsə, gələcəkdə daha uyğun şərtlərlə sülh və atəşkəs əldə edə bilər. Ki, hazırda Qərbdə bir parçalanma var. Faktiki ABŞ-la Avropa İttifaqı bu məsələyə fərqli yanaşma sərgiləyir. Bu da pərakəndəlikdən Rusiyanın istifadə etməsinə şərait yaradır. Üstəlik, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ukrayna müharibəsinin onun problemi olmadığını dilə gətirib. Vaşinqtonun bu addımını isə iki tərəfli düşünmək olar. İlk olaraq Birləşmiş Ştatların Çinlə başlatdığı iqtisadi savaşda qoca qitənin nümayəndələri Vaşinqtona nəzərən Pekini dəstəkləyir. Bu səbəbdən Trump Putinin Kiyevi tamamilə ələ keçirməsinə icazə verərək Avropanın gözünü qorxutmağa çalışır. İkinci ehtimal isə Vaşinqtonun gəlir əldə etmə maraqları ola bilər. Belə ki, Biden administrasiyasının Ağ Evi tərk etməzdən əvvəl Ukraynaya verdiyi dəstək bitmək üzrədir. Eyni şəkildə Trump Avropaya da hərbi dəstəyini dayandıracağını bildirib. Parçaları bir araya gətirəndə görürük ki, Vaşinqton müharibənin davam etməsini istəyərək bir növ həm Kiyevə, həm də savaşdan qorxan qoca qitəyə silah satmaq və külli miqdarda gəlir əldə etmək niyyətindədir. İstanbul görüşünün nəticələri bunu bizə deməyə əsas verir. Yəqin ki, iyul ayından sonra ABŞ Ukraynaya kommersiya nöqteyi nəzərindən silah satışını təşkil edəcəkdir. Qaldı ki, Avropa İttifaqı, əlbəttə ki, Avropa İttifaqı maraqlıdır ki, Rusiya-Ukrayna müharibəsi bitməsin. Rusiya-Ukrayna müharibəsi Rusiyanın xeyrinə həll olunsa, Rusiya gələcəkdə Baltikyanı dövlətlərə Avropaya hücum edə bilər. Digər tərəfdən Birləşmiş Ştatlar Rusiyadan Avropa İttifaqına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır və Birləşmiş Ştatlar çalışır ki, Avropa İttifaqı NATO-ya daha çox ödəmələr etsin. Birləşmiş Ştatların Avropa İttifaqının təhlükəsizliyinin təmin edilməsi müqabilində. Avropa İttifaqı isə təbii ki, Ukraynanın xilas edilməsi yaxud Rusiya ilə müharibə haqqında düşünür. Daha çox öz təhlükəsizliyinin təmin edilməsi barədə planlarını qurur. Digər tərəfdən diqqətdə saxlanılmalı bir məqam var ki, Şərqi Avropada müharibə bitsə belə bu nə ittifaq ölkələrinin, nə də Kiyevin istəklərinə uyğun olacaq. Çünki uzun müddət davam edən danışıqların və siyasi manevrlərin istiqamətinə nəzər yetirdikdə Ukraynanın demək olar ki, Birləşmiş Ştatlar və Rusiya arasında parçalandığının şahidi oluruq. Təbii ki, bu da münaqişədən pay götürə bilməyən hər güclü dövlət və quruluşlar kimi Avropa İttifaqına üzv dövlətləri, xüsusilə Birləşmiş Krallıq və Fransanı narahat edir. Odur ki, qoca qitənin qoca əməkdaşları müharibəni ən azından öz paylarını götürənədək uzatmaq istəyir. Hətta bu ittifaq daxilində kiçik ölkələrin narazılığına belə səbəb olur. Bununla belə Rusiyanın Ukraynanı tamamilə işğal etdikdən sonra bütün Avropaya hücum edəcəyi ilə bağlı iddialarla hamını razı salmağa çalışırlar. Hiss olunur ki, bütün koalisiyanın iştirakçıları bugün Ukraynanın bölüşdürmək üçün hərə öz payının hayındadır, belə demək olsa. Avropada olan ölkələr də burada öz payı hayındadır. Sadəcə Avropa Birliyi deyərək güya Ukraynanı dəstəkləyəcək sözləri ilə bu çətirin altında öz məqsədlərini gütməkdə davam
edir. Görünən odur ki, Ukraynada hələ çox qan töküləcək. Çünki Rusiyaya qarşı Avropa vahid cəbhə qura bilmir. Bu da Moskvanın əlini hər keçən gün gücləndirir.